Mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün tətbiq olunan ipoteka və satmaq öhdəliyi ilə kirayə mexanizmlərinə maraq davam edir. Bu istiqamətdə maliyyə göstəriciləri, kirayə müqavilələrinin sayı, ipoteka kreditlərinin verilməsi meyarları və müraciətlərin nəticələri ilə bağlı son rəqəmlər açıqlanıb. Eyni zamanda elektron xidmətlərin tətbiqi hesabına müraciət və rəsmiləşdirmə prosesinin daha operativ həyata keçirildiyi qeyd olunub. Daha ətraflı növbəti sujetdə. İpoteka və kredit zəmanət fondunun aktivləri 4,2 milyard, məcmu kapitalı isə 1,4 milyard manatdır. Bunu fondun baş meneceri Rasim Abdullayev bildirib. Onun sözlərinə görə qurum bütün fəaliyyət illərini mənfəətlə başa vurub və ümumi mənfəət 201 milyon manat təşkil edib. Dövrəyə buraxılan istiqrazların həcmi 2,7 milyard manata çatıb. Bunun 2 milyard manata yaxını üzrə ödəniş edilib. İstiqraz sahiblərinə isə 390 milyon manat faiz ödənilib. Baş menecer qeyd edib ki, fond ipoteka ilə yanaşı sahibkarların kreditlərinə zəmanət mexanizmini də həyata keçirərək iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına töhfə verir. Kirayə mənzil mexanizmi üzrə isə artıq 9500-dən çox vətəndaş öz mənzil problemini həll etmişdir. Görüldüyü kimi son 2 il ərzində 1 milyard manatdan çox məbləğdə ipoteka krediti rəsmiləşdirilmişdir. Ölkədə fəaliyyət göstərən maliyyə institutları arasında yalnız fond ölkənin suveren reytinqinə bərabər bir reytinqə malikdir. Fond yüksək kapitallaşma səviyyəsinə malikdir. Kapitalların aktivə nisbəti təxminən 30% civarındadır. Ümumiyyətlə, fəaliyyətə başladığı dövrdən etibarən hər il kənar auditor tərəfindən yoxlamalar keçirilir. Satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə bağlanan müqavilələrin sayı artır. Hazırda 476 müqavilə rəsmiləşdirilib. Bu il isə 2400 müqavilənin bağlanacağı proqnozlaşdırılır. Proses tam elektronlaşdırılıb və vətəndaşlar mənzil seçimi ilə rəsmiləşdirməni təxminən 3 iş gününə başa çatdıra bilirlər. Mexanizmdə adi ipoteka ilə müqayisədə daha yumşaq şərtlər tətbiq olunur. Müraciət edənlərin orta yaşı 35, orta aylıq gəliri isə 1700 manatdır. Müqavilələrin ən böyük payı Abşeron rayonunun, daha sonra Sumqayıt və Bakı şəhərlərinin payına düşür. Bugünkü tarixə artıq 12 kirayəçi tərəfindən öhdəliklər tam şəkildə icra edilmiş və öz mənzil və mülkiyyət hüquqları vətəndaşların özlərinə təqdim edilmişdir. Kirayə mənzil mexanizmi üzrə tam ödənişlə bağlı xüsusi bir müddət yoxdur. Yəni vətəndaşlar kirayə müqaviləsi bağlandıqdan sonra istədiyi vaxtda ödənişlərini tam icra edə bilərlər və bu ilə də bağlı təbii ki, vətəndaşların öz elektron kabinetində güzəştinin hesablaması kalkulatoru mövcuddur və həmin kalkulatora daxil olmaqla həmin tam ödəniş halında tətbiq olunacaq güzəştlə bağlı məlumatları əldə edə bilirlər. İpoteka kreditlərinə imtinaların əsas səbəbi mənfi kredit tarixçəsi və ödəmə qabiliyyətinin tələblərə uyğun olmamasıdır. Belə ki, kreditlər yalnız qanunvericiliyin müəyyən etdiyi meyarlar əsasında verilir və müraciətlərin 40-50% müsbət cavablandırılır. Hazırda fond üzrə orta ipoteka kreditinin məbləği təxminən 101 min manatdır.